Gənclik metrosunun yaxınlığındakı Louis Coffee Shop'a yolumuz düşən kimi elə ilk baxışdan məkanın yaratdığı aura bizi özünə çəkdi. Qapıya yaxınlaşanda belə burada özümü yaxşı hiss edəcəyim düşüncəsi yaranır. İçəri daxil olan kimi qarşında tamam başqa bir atmosfer açılır. Məkanın dekoru ilk baxışdan klassik Avropa sarayı üslubunu xatırladır. Mənim əyləşdiyim tərəfdə klassik barokko üslubunda işlənmiş böyük bir kamin var idi. Kaminin üzəri rəngbərəng şüşə dekorlar, qədim Avropa üslubunda vazalar və əl işi boşqablarla bərəz edilmişdi. Hər detalda zəriflik, incəlik və qədim dövrün zəngin estetikasını görmək olur. Divarlar açıq rəng tonlarında, zərif naxışlarla bəzədilib və bu fon qızılı çərçivələr, antik vazalar və klassik tablolarla daha da tamamlanır. Məkan böyük olmasa da rahatlığı var idi. Divarlardakı işıqlar, masaların səliqəsi, sakit musiqi, hər şey elə harmonikdir ki, özünü çox rahat hiss edirsən. Sifariş olaraq 2 kofe, raf və moka, eləcə də bir dilim red velvet tortu sifariş elədik. Sifarişlər gələnə qədər məkanda bir neçə gözəl şəkil çəkdirdim. Hər bucaq sanki foto üçün hazırlanmışdı. Biraz sonra kofelərimiz gətirildi. Dadı, qoxusu, isti fincanın əllərində yaratdığı hiss hər şey yerində idi. Qiymətlər isə moka 6 manat, raf 7 manat, red velvet dilimi 8 manat idi. Məkanın ab-havasından tutmuş kofelerin dadına qədər hər şey ürəyimizcə oldu. Həm istirahət, həm şəkil çəkmək, həm də dadlı bir fasilə üçün bura əla seçimdir. Yenidən gəlmək üçün artıq səbəbimiz var.